Əziz dostlar, izləyicilər, Şərq Saraydan sizi yenidən salamlayıram. Bu dəfə çox fərqli bir toya müşahidə edəcəksiniz. Olduqca fərqlidir. Bir çox müğənnilərimiz olacaq, həmçinin aparıcılarımız. Hal-hazırda Şərq Sarayının interyerini görürsünüz və toyumuza start vermək üzrəyik. Drone çəkilişləri ümumiyyətcə oldu burada. Aparıcı müğənnimiz Tural Qismət idi. Möhtəşəm toy oldu. Hal-hazırda da açılışın ilk hissəsini izləyirsiniz. Hələ bəylə gəlin toyumuza daxil olmayıb. Daha doğrusu Şadlıq Sarayımıza. Demək olar ki, toyumuz Azərbaycan mahnıları, ənənələri üzrə oldu. Çox hissəsi sırf Azərbaycan adət ənənələri üzrə getdi. Və aparıcı müğənnimiz Tural artıq toyumuza start verir. Arşın Malalan operettası ilə. Videomuzu qısa tuturuq YouTube'un qaydalarına uyğun olaraq ümumiyyətcə çalışdığımız, bacardığımız qədər ən gözəl toyları, ən maraqlı toyları, toylardan maraqlı hissələri çalışırıq ki, sizlərə təqdim edək. Zövqünüzü oxşayaq. Bu açılışdan sonra bəy və gəlinimiz Şadlıq Sarayına daxil olacaq. Akşamınız xeyir olsun xanımlar və cənablar, ağsaqqal atalar və ağbiçənalar. Xoş gördük sizi Bakımızın ən dəbdəbəli Şərq Sarayda bu günlərin, bu gözəl günə, bu gözəl ziyafətə şahid deyilik gələn qonaqlar, gözünüz aydın olsun. Arzum budur ki, sizin de evinizdə, ocağınızda, qapınızda belə gözəl, təntərəli, təmtəraqlı ballarınıza, sunaylarınıza toylar qismətiniz olsun. Əziz dostlar, xanımlar və cənablar, istəyirəm ki, gecəmizdə bəyimizi, gəlinimizi milli toy adət ənənələri ilə qarşılayacağıq və elə buna görə də Arşın Malalan operettəsindən sizlər üçün gözəl bir əsər nümayiş etdirdim. Bəyimizi, gəlinimizi qarşılamamışdan öncə birinci valideynlər, sonra oğlan evi, qız evi gəlsinlər mənim yanıma. Xahiş edirəm. Bəyimizin anası, gəlinimizin anası, bəyimizin atası, gəlinimizin atası, bir sözlər, əmilər, dayılar, bibilər, xanlar,
sol taraf. Kız evi. Buyursunlar. Gelsinler. Görsünler sizleri. Gelin buraya. Gelin her şeyler. Gelin. Ay qohumlar. Hardasınız? Görmürəm sizi. Sizleri alkışlarıyla karşılayacağım. Maestro. Güzel bir musiki sesleri. Beyimizi Davet edelim dilimizin sebepkarları. Daha gürültülü alkışlarla. Bravo. Və beyin engelimiz artıq şadlıq sayımıza daxil olur. Alkışlarınızla. Daha gür alkışlar. Oradan bir sesiniz gelsin, alkışlar gelsin gürültülü. Gözün olsun beğenmezler, gözün olsun beğenmezler. Yakın gelin. Ümumiyyətcə Tural bəy çox maraqlı açılış etdi. Azərbaycan adət ənənələrinə uyğun olaraq. Alkışlamak istemişsiniz kendinizi. Gözünüzü çok bizden. Kızım seni ele verek, verdene kurban olalım. Ailene kurban olalım. Cadene kurban olalım. Ailene kurban olalım. Gidek Gazi'ye diye koy, cebini kessin. Gidek Gazi'ye diye koy, cebini kessin. Sağ ol. Ey biraz sana hanım eder razısan. Ay Allah ne sus. Allah'ım ateşim. Razısan. Onda bir almıştan gelsin. Gidek Gazi'ye diye koy kendini kessin. Gidek Gazi'ye diye koy kendini kessin. Sağ ol sana eride razısan. Kız evi razısız. Bir gün oturalmışlar. Aynen sana yakın gelin. Tamam ver bir yakın gelin sizle beyler. Tamam. Bak burada Aysal, mama baba bizden sana ne diye? Deyir ki, ay mamam kurban, ay papam kurban, kaynanan kurban, eller kurban boyuna, Ahmetler boyuna, ay mamam kurban boyuna, Ahmetler boyuna, benim dostlar var maşallah. Təqdimatın hər ardından sonra artıq Bəyin Əngəlimizin ilk rəqsini görürsünüz. Açılış da möhtəşəm idi. Bəygəlinin ilk rəqsi də möhtəşəm idi. Qısa az sizə hər şeyi göstərəcəm videolarda. Ki bu mənim problem deyil əslində. YouTube qaydaları belədir. Mən istədim təbii ki bütün prosesi göstərim, ancaq YouTube qaydalarına uymalıyıq ki bizim videolarımız bloka düşməsin. Alkışlarınız
Ve rəqsdən sonra artıq Şadlıq Sarayında açılış rəqsi təqdim olunacaq Toy ziyafetle başlayalım. və hal-hazırda da görürsünüz. Çıkış edir İsmet grubu. Karşılayın. Gecenin aparıcısı Tural. Videolarımızı qısa tutduğumuzdan açılışdan həmən sonra artıq aş təqdimatını sizə göstərəcəyik. Aş təqdimatı Atəşgah rəqs qrupu tərəfindən edilir. Salam göndəririk bütün bizi tanıyanlara, izləyənlərə. Maraqlı, bacardığımız qədər maraqlı kadrları sizə göstəririk. Aş təqdimatından sonra isə daha çox Beynəngəlinin oynanmasına proqramlanmışdır. Hal-hazırda da görürsünüz. Məncə Tural bəy bacardığı qədər toyları, məclisləri çox əhval-ruhiyyəli olur. Bacardığı qədər çalışdır ki, Beynəngəlin və orada çıxış edən gələn qonaqları oturmasınlar, daima oynasınlar, əylənsinlər ki, bu da toyun ən maraqlı oynamağından sonra, rəqsindən sonra artıq disko mahnılara üstünlük verildi. Hal-hazırda gördüyünüz kimi Şərq Sarayı interyerini göstərdik. Və tanış simalardan biri ITV səhv eləmirəmsə Qəmərə xanımdır. Ümumiyyətlə toyumuz çox möhtəşəm keçdi. Həddən artıq çox möhtəşəm idi. Senden daha güzel. Senden daha güzel. Bravo! Və Eyyub Yaqubov artıq səhnəmizdədir. Toyumuzun qonaqları sırasında idi. Hər kəs demək ki, şəkil çəkdi. Eyyub Yaqubovun ifasından sonra isə artıq tort təqdimatı oldu. Beynəngəlinə xoşbəxtlik arzu edirik. Ailə səadəti arzu edirik. Tortun həmən ardından sonra isə Beynəngəlin rəqsi olacaq. Biz də yavaş-yavaş yekunlaşdırmağa doğru gedirik artıq.
Bence bu şadlıq sırayı həqiqətən çox möhtəşəm bir həm yeri olduqca çox qəşəngdir, həm də ki interyeri həddən artıq çox gözəldir. Məsləhət görürəm sizə, hər kəsin ümumiyyətcə. Dostlar, bu qədər. Mən Kamran bəy əziz, özünüzə yaxşı baxın, ən əsas budur. Hələlik. Alkışlarınızla gecemizde sağ ol. Bugün sen toyunda şovlarımız bitip tükenmedi. Nöbeti bir şovumuz gelir.